İki tikişli qol təsadüfi deyil. Onun tarixi 300 ildən çox əvvələ Avropa süvarilərinin geyimlərinə gedib çıxır. İki tikişli qol nədir? Adi köynək qolundan fərqli olaraq penceyin qolu bir parçadan deyil, iki ayrı hissədən hazırlanır. Üst qol və alt qol. Bu iki detal birləşdikdə qolda iki tikiş əmələ gəlir. Ön tikiş və arxa tikiş. Bəs bu qolun tarixi haradan gəlir? 17-ci və 18-ci əsrlərdə Avropa süvarilərinin və zabitlərinin geyimləri onların qollarının formasını tam şəkildə izləməli idi. At sürərkən insanın qolu düz deyil, azca bükülü vəziyyətdə olur. O zaman dərzilər gördülər ki, düz qol hərəkəti məhdudlaşdırır, parçanı qolda yığır, qırışlar yaradır. Buna görə də qolu iki hissəli tikməyə başladılar. Əsas səbəb insan qolunun düz olmamasıdır. İnsan rahat dayananda qol təxminən 10-15 dərəcə önə dönmüş olur. İki tikişli konstruksiya dərziyə imkan verir ki, dirsək hissəsini formalaşdırsın, qolu qabağa çevirsin və qırışını azaltsın. Beləliklə qol bədən anatomiyasına uyğunlaşır. Bir çox ucuz pencəklərdə iki tikişli qolun yerinə bir tikişli hazırlayırlar. Çünki bu zaman parça daha az gedir, daha tez əmələ gəlir geyim və konstruksiya da daha az zaman alır. İnkişafı isə Savile Row küçəsində baş verdi. 1800-cü illərdə London dərziləri bu geyim konstruksiyasını mülki kostyumlarda tətbiq etdilər. Bu konstruksiyanın sayəsində penceyin qolları daha ideal vəziyyətdə dururdu və geyimə bahalı görüntü verirdi. Azərbaycana isə iki tikişli qol 19-cu əsrin ikinci yarısında gəldi. Rusiya imperiyası dövründə Avropa tipli geyimlər çox yayğın idi. Bu zamana qədər isə üst geyimlər kimi bizdə əsasən çuxa, çəpgən, arxalıq və s. istifadə olunurdu. Buna baxmayaraq, bu geyim növlərində də qolu rahat hərəkət etdirmək olurdu. Bugündən isə pencək alanda onun qiymətinə deyil, qolunun iki tikişinə diqqət edəcəksiniz. Bəli, bəli.